Hoş gördüm sizləri, əziz Azərbaycan qızları, ümumiyyətlə Türk qızları, Cənubi Azərbaycan xanımları, qızları, nənələri, hamınıza sağlıq arzulayıram, özünüzə də, övladlarınıza da. Bugünkü mövzum qoturluq haqqındadır. Baxmayaraq ki, biz 21-ci əsrdə yaşayırıq. Hamımız antiseptika, aseptika qaydalarını bilirik. Təmizlik üçün hər cür imkanlarımız var və bu qaydaları çoxumuz bilirik. Amma yenə də 21-ci əsr olmağına baxmayaraq qoturluq xəstəliyi tez-tez təsadüf olunan xəstəliklərdən biridir. Elə bir ay olmur ki, qoturluqla mənə müraciət edən şəxs olmasın. Bu təkcə biz həmişə deyirik ki, azar təmizlikdən bezardır. Amma maksimum dərəcədə təmizliyi gözləyən ailələrdə də bu xəstəlik təsadüf olunur. Ən çox da yayılması, demək bu xəstəlik də keçici olduğuna görə, yəni infeksion olduğuna görə ən çox yayılma ehtimalı kollektivlərdədir. Yəni uşaq bağçasına gedirsə, məktəbə gedən uşaqlarda, universitetdə oxuyanlarda, hərbiçilərdə, əskərlər arasında çox geniş yayılmış bir xəstəlikdir. Qoturluq, deməli, qoturluq gənəsi vasitəsilə insana yoluxur. Qoturluq gənəsi də evdə, demək, it, pişik və yaxud hər hansı bir ev heyvanı saxlayan şəxslərdə həmin heyvanlardan yoluxma nəticəsində olur və deməli, amma kontagiozluğu da var, insandan insana da keçə bilir və həmin insana keçmə həm kontakt vasitəsilə ola bilir, həm də ki, tutaq ki, deməli, dırnaqlarla həmin dəri nahiyəsinə qaşıyırsa, gənələr dırnaqların arasına keçə bilər və o əlini yumadan, təmizliyi gözləmədən uşağa qulluqda və yaxud da kiməsə qulluqda həmin şəxsə də keçə bilər və yaxud da əşyalardan, geyimlərdən istifadə edərlərsə bir-birlərinin geyimlərindən elə də yoluxma ola bilər. Demək, burada bir şey diqqəti çəkir ki, çox vaxt qoturluq xəstəliyi səhvən allergiya kimi qiymətləndirilir. Demək, qeyri-peşəkar və praktik, deməli, fəaliyyəti az olan həkimlər tərəfindən allergiya kimi qiymətləndirilir və qeyri-düzgün müalicə olunur. Bu da, deməli, həm xəstələr tərəfindən narazılığa səbəb olur, həm diskomfort yaradır, yəni maddi cəhətdən ziyanlar verir insanlara. Ona görə də burada, deməli, qoturluğu dəqiqləşdirmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır. Birincisi, biz xəstədən məlumat toplayanda, anamnez toplayanda onlar deyirlər ki, evdə bir neçə şəxsdə bu qaşınma var. Yəni, bu artıq xəstəliyin kontagioz olduğunu, yəni keçici olduğunu göstərir. Ondan sonra kimsə, deməli, bizə qonaq gəlmişdi, məsələn, belə bir izahlar da olur, əskərlikdən gəlmişdi, biz onun corablarını, demək, paltaryuyan maşına atdıq və sonra hamımızda belə bir hallar yarandı. Demək, və yaxud da onda qaşınma var idi, bizdə bir müddət qaldı, sonra bizdə yarandı. Və ondan bu anamnestik məlumat da bizə çox qoturluğa işarə edən çoxlu məlumatlar verir. Ondan sonra, demək ki, gənənin batma və çıxma yerləri dəriyə baxdıqda aydın görünür. Qaşınma çox güclü olur. Allergik qaşınmalardan fərqli olaraq qoturluq qaşınmasında deməli, bir kardinal əlamət kimi də götürülə bilər. Yəni, bir əsas simptomatik bir əlamət kimi də bu götürülə bilər ki, ən çox qaşınma gecələr olur, barmaqların arasında olur və xəstələr o dərəcədə qaşınmadan şikayətlənirlər ki, hətta bəziləri daraqla həmin nahiyəni qaşıdıqlarını söyləyirlər. Bu da təbii ki, güclü qaşınma da onların istər uşaq olsun, istər böyük olsun, yuxusunu pozur, yəni bir çox diskomfort hallar yaratmış olur. Bədənin bütün nahiyələrində yoluxma ola bilər. Bəzən qaşınma olan yerlərdə qaşınma o qədər güclü olur ki, xəstələr həmin hissəni güclü qaşıdıqlarından, qaşınan yeri el arasında bir misal var, qaşınmayan yeri qaşıyıb qan çıxarmaq. İndi bunlar isə qaşınan yeri çox güclü qaşıyaraq qan çıxarırlar, dərinin tamlığını pozurlar
və bununla da həmin nahiyələri infeksiyalaşdırmış olurlar. Yəni burada artıq dərinin iltihabı, irili iltihabı da qoturluğa qoşulmuş olur. Demək ki, qoturluq xəstəliyi müalicə olunan bir xəstəlikdir və buna düzgün diaqnoz qoyulmalıdır və düzgün diaqnoz qoyularsa müalicə çox asandır. Müalicədən sonra, yəni xüsusi spesifik mazlardan istifadə olunur və onu sizə müraciət edəcəyiniz həkiminiz izah edəcək sizə və onlara əməl edəcəksinizsə, qısa müddətdə müalicəniz olacaq. Və ailəvi bir şey olduğuna görə və burada ailəvi profilaktik müalicə də mütləqdir. Bir də bir şey vurğulamaq istəyirəm. Çox vaxt qoturluq xəstəliyini müalicə etdikdən sonra 2-3 həftə ərzində, bəzən isə daha çox müddətə, 1-4 həftə ərzində demək xəstələr qaşınmadan yenə də şikayət edirlər. Baxmayaraq ki, regular şəkildə məsləhət gördüyünüz bütün müalicələri ediblər, amma qaşınma keçmir. Və bu qaşınmanın 2-3 həftə müalicədən sonra keçməməsi bu heç də müalicənin effekt verməməsi anlamına gəlməməlidir. Yəni bu normal bir haldır və ona görə də antihistamin müalicə dedikdə biz qaşınmaya qarşı müalicəni nəzərdə tuturuq. Bu müalicə demək qoturluğa görə müalicədən sonra 1-2-3 həftə ərzində davam etdirilməlidir. Deməli, bu qədər qoturluq haqqında. Təşəkkür edirəm diqqətinizə görə. Sağ olun. Yəni xəstələnməyin.